Maşallah 1991-ci il noyabr 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpa olunması haqqında konstitusiya haqqımız qəbul olunur və bununla da Azərbaycan 1918-ci ildə qovuşduğu müstəqilliyin yenidən bərpa edilir. Müstəqilliyimiz əldə olunandan sonra müstəqilliyin davamlı olması üçün əməli tədbirlər görülür. Xüsusilə də dövlət quruculuğu istiqamətində görülən bu tədbirlər dövlət müstəqilliyimizi daha da möhkəmləndirir. Hüquqi dövlət quruculuğu istiqamətində görülən işləri bir neçə mərhələyə ayıra bilərik. 1991-ci il noyabrın 18-dən, yəni dövlət müstəqilliyimizin əldə olunmasından 1993-cü ilin iyunun 15-nə qədər ki, dövr götürə bilərik. Növbəti dövr 1993-cü ilin iyunun 15-dən 1995-ci ilin noyabrın 12-nə qədər, yəni konstitusiyamızın qəbul olunduğu günə qədər və 1995-ci ildən bu gün və bundan sonraki mərhələlərdə də konstitusiya, suverenlik, ümumən hüquqi dövlət quruculuğu istiqamətində tədbirlər bu gün də davam elətdirilir. Və həmçinin qeyd edə bilərik ki, Heydər Əliyevin dövründə konstitusiya deməli qəbul olunur 95-ci il noyabrın 12-sində və konstitusiya hazırlanarkən dünyanın, Avropanın inkişaf etmiş ölkələrində olan qanunlar əsas götürülür və bu istiqamətində çox mühüm nailiyyətlər əldə olunur.